Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər və əziz müəllimlər. Bugün sizə Dövlət İmtahan Mərkəzinin bizlərə təqdim etdiyi 2026 Azərbaycan dili 3-cü ixtisas qrupu üzrə olan imtahan modelinə baxaq bir yerdə. PDF-i əldə etmək istəyən müəllimlər nömrəmizə yazıb əldə edə bilərlər. Nömrəni burada qeyd edirəm. 051 818 33 55 PDF və cavabları mənə yazaraq əldə edə bilərsiniz. Amma yazanda mesaj yazdıqdan sonra ardıcıl zənglər eləməyin. Yəni onsuz biz baxıb bütün müəllimlərə, bütün şagirdlərə lazım köməkləri edə bilirik. Yəni belə şeylər olmasın. Gəlinsə baxaq izahımıza. Deməli, birinci sual. Cümlədə hansı dəyişiklik edilsə, bir sözün ümumi qrammatik mənası dəyişər. Biz ümumi qrammatik məna dedikdə nəyi nəzərdə tuturuq? Hər hansısa bir sözün hansı nitq hissəsi olması. Gəl baxaq. Axşamdan zərfdir. Biz mənzilimizin eyvanındaydık. Biz burada isimdir. Mənzilimizin isimdir. Eyvanında isimdir. İdikdəki bizim idiksəci plus şəxs olduğu. Biz hansı dəyişikliyi etməliyik? Avtomatik bu sualı oxuyanda birinci şərtdə sən anlamalısan ki, aşağıda məni nə gözləyir? Axşam və biz sözlərindən şübhələnməlisən. Çünki bunu dəyişsə bunlar dəyişər. Axşam həm isim olur, həm zərf olur. Biz həm isim olur, həm də ki əvəzlik olur. Zərfin tərkibindən hal şəkilsi çıxardıldıqda görək nə olur? Axşam nə zaman? Yenə zərf olaraq qalır. Birinci ismdəki mənsubiyyət şəkilçisindən istifadə edilmədikdə mənzilin eyvanındaydıq, yenə isim olaraq qalır. Zərfdə hal şəkilçisinin yerinə cəm şəkilçisi əlavə edildikdə, zərfdə axşamlar biz mənzilimizin eyvanındaydıq, yenə nə zaman, yenə olduğu kimi qaldı. Köməkçi nitq hissəsi, köməkçi sözdəki hissəcikdəki şəxs sonluğu istifadə edilmədikdə, biz ikini silsək, idikdən şəxs sonluğunu silsək, axşamdan biz mənzilimizin eyvanında idi olacaq. Nə biz? Artıq nə sualına cavab verəcək? Bu da bizə dəlalət edir ki, bu artıq əvəzlik ola bilər. Əvəzlik hal şəkilçisi ilə işləndikdə, baxaq, axşamdan biz mənzilimizin eyvanındaydık. Bu artıq bu kontekstdə, artıq bu verdiyi kontekstdə bu isimdir. Biz bunu əvəzlik kimi düşünə bilmərik. Ona ümumiyyətlə səhvdir. Cavabımız olacaq nə? D variantı. İkincisi, hansı cümlələrdəki həmzis üzvlərdə altdan xətt çəkilmiş hissələr ixtisar oluna bilər? Həmzis üzvlərdə ixtisarlar mövzusu ilə bağlı bir sualdır. O hər il yaylağa köçür, 3 ay orada qalırdı. Deməli, rahatlıqla mən bunu ixtisar eləyə bildim. Orxan mətni köçür, sonra diqqətlə yoxladı, dəxlisiz alınır, ixtisar eləyə bilmərik biz bunu. Müğənni ürəkdən oxuyur, tamaşaçılar isə, onu həvəslə dinləyirdilər. Bu nümunəyə baxanda görürük ki, bu nədir? Tabisiz mürəkkəb cümlədir. Həmzis üzv yoxdur burada. Oxuyan müğənnidir, dinləyən tamaşaçılardır. 3-ü variantlardan çıxarıq. 3-ü çıxartmışam, 2-ni çıxartmışam. Cavabım olur B. Lalə səsini maqnitofona yazır, sonra da ona qulaq asırmış. Deməli, rahatlıqla bunu da silə bildim. 4. Qəflətən hava qaralmışdı, sonra yenidən açılmışdı. Qəflətən hava qaraldı, sonra yenidən açılmışdı. Deməli, biz burada mışı silə bilmərik. Çünki son şəkil sizlərdə qaraldı olsa, mış idi olacaq. Cümlənin strukturu pozulacaq. 1-4 mənim cavabım olar. Güclü yağış yağırdı, amma sərkərdə hücuma keçmək əmri verdi. Cümləsinin əvvəlinə hansı ifadə əlavə edilsə, tabisiz mürəkkəb cümlə tabili mürəkkəb cümləyə çevrilir. Öz uşaqlarım daxili biz dəfələrlə sizə tabisiz mürəkkəb cümlə və ya tabili mürəkkəb cümləni keçəndə deyirik ki, hərçənd düzdür bu kimi modal sözlər və ya bağlayıcılar var ki, düzdür modal sözü. Bunlar birbaşa tabisiz mürəkkəb cümləni tabili mürəkkəb cümləyə keçirdir. Yəni sən hərçəndkini görsən, hərçəndi görsən, düzdürü görsən, doğruduru görsən, bu mütləq tabili mürəkkəb cümlədir. Cavab olacaq Y. Yalnız başlanğıc forması yazılışından fərqli tələffüz olunan sözləri müəyyən edin. Bax, deyir, yalnız başlanğıc forması. Başlanğıc forma nə idi? Birinci tapaq, leksik, son qrammatikə qədər olan hissə. Son leksikdə daxil olmaqla bərabər, yəni. Rəqabətsizlik, səbirsizlik, bu 2-yə əvəzlənməsidir. Sonra məqsəd, sonra kəndlik, nöqsansızlıq. Yalnız başlanğıc forması deyirsə, mən baxıram 1-ə, rəqabətsizlikdən, bəli, dəndə heç bir şey olmur, burada dix xeştrik olur, 1-i götürərəm. Səbirsizlik, yenə bu
D olur. Qrammatik hissədə heç bir dəyişiklik olmur. Məqsəd dəri olur. Artıq burada K-ya keçir, amma burada da dəri olur axı. Məqsəd dəri. Başlanğıc forma yox, şəkilsi də fərqli olur. Əməkdaşsınız. Başlanğıc forma düzdür, amma əməl X olmur və ya K olmur. Bu olduğu kimi qalır. 4 getdi. Sonra nöqsansızlıqdırdakı R düşür. Zaten burada K var. Burada sızdıq var. Yenə başlanğıc forma ilə bərabər şəkilsi də olur. 5 getdi. Kəndliyə. Burada leksik şəkilsi də ancaq dəyişən. 6-nı da götürərəm. 1, 2, 6 B variantı mənim cavabım olur. 5. Nümunədə buraxılan doğru işarələri və onların sayını müəyyən edin. Baxaq. Ayxan Laləyə, yəni müavinə baxıb, yaxşı olar, öz işinizlə məşğul olasan, dedi və bizə tərəf dönüb sözünə davam etdi. Siz də dedikoduya fikir verməyin. Gəl baxaq. Ayxan, yəni aydınlaşdırma baxacaqsınız. Ayxan Laləyə, yəni müavinə baxıb. Görürsünüz, böyük hərfdən başlayır. Bu nə deməkdir? Vasitəsiz nitq başlayır. Yaxşı olar, öz işinlə məşğul olasan, dedi və bizə tərəf dönüb sözünə davam etdi. Siz də dedikoduya fikir verməyin. Davam etdi. Yenə vergül tiri, dedikoduya fikir verməyin. Buradan da dırnağı bağlayıram. Nöqtə sonra. Deməli, nə olacaq? Deməli, cavabımız nə olacaq? Burada A variantı. Bəli. 2. A variantı. Sonra 6. Cümlələrin birində eyni suala cavab verən müxtəlif nitq hissələri vardır. Eyni suala cavab verən müxtəlif nitq hissələri. Yolun kənarı ilə uzanan zəmiləri artıq biçilməli idi. Biçilməli idi. Nə? Zəmiləri, hansı zəmiləri? Taxıl zəmiləri, hansı zəmiləri? Uzanan nə ilə yolun necə zəmin uzanan bu bir yerdədir. Bu müxtəlif cümlə üzvü deyil. Burada 2 dənə həmcə eyni üzv görə bilmirik. Getdi. Bağçanın həyətindəki ağacların yaşıl yarpaqları artıq saralırdı. Saralırdı. Nə? Ağacların yarpaqları. Hansı ağacların yarpağı? Bağçanın həyətindəki. Burada da biz görə bilmirik. Təyindi. Getdi. Birazdan geri qayıdan İnal içəri keçdi. Keçdi haraya? İçəri. Kim? İnal. Hansı İnal? Birazdan geri qayıdan. Burada da yoxdur belə bir şey. Qonşumuz evdən çıxanda havanın soyuqluğunu görüb geri qayıtdı. Qayıtdı haraya? Geriyə. Kim? Qonşumuz nə zaman evdən çıxanda havanın soyuq olduğunu görüb. Nə səbəbə? Havanın soyuq olduğunu görüb. Burada da yox. Belə nitq hissələri yoxdur. Burada getdi. Baxaq bura. Təlimdəkilər, tələbələr yeni layihə üzərində müzakirə etdilər. Bəli, müzakirə etdilər. Nəyi? Layihəni, hansı layihəni? Yeni layihəni. Kim? Tələbələr, kim? Təlimdəkilər. Dakı ilə düzələn sözlər sifətdir. Tələbələrlə düzələn isə isimdir. Deməli, müxtəlif nitq hissəsi yaratdıq. Bir CD ilə Y-yə baxardıq. Sonra. Çox da rahat verirlər onu. Cümlələrin birində həm leksik, həm də qrammatik norma pozulmuşdur. Həm leksik, həm qrammatika. Bu yanlış olmalıdır. Fikir qəbul edildiyindən təmir baş tutmadı. Sadəcə burada fonetik var. Başqa bir şey var mı? Yoxdur deyəsən. Sonra istilik sistemi bu borular vasitəsilə qaydaya salınacaq. Burada heç bir pozuntu yoxdur. Əvvəlki layihə olur. Layihə olur. Fonetik var. Qane etməmişdi. Burada da bir şey yoxdur. Qocanın kövrək alnında. Kövrək yox. Qırışmış olar da. Kövrək alın olmur axı. Alnında bir qədər sonra da təkdə olmalıdır. Elə cavabımız olacaq. D. Vərəsəlikdən mərhum olmuş qardaşlar. Mərhum deyil, məhrumdur. Fonetik var. Qardaşlar məhkəməyə müraciət etdilər. Burada da bir şey yoxdur. Cəmdədir. Elə Y variantı. Kövrək sözü ilə qırışların cəmdə olmağı normamızı pozacaq. Leksik və qrammatik. 8. Hansı cümlədə kök? Deməli, kök, bir leksik, bir qrammatik. Şəkilsindən ibarət olan təsriflənməyən feil var. Sadədir. Topla, toplan. 2 leksik. Gözlənil, gözlə, gözlənil. Yenə 2 leksik. Hava sakitləşəndə sakitləşəndə. Elə D olacaq. Bağlanmış, bağla, bağlan. Cavab D olacaq. Kök asan bir sualdır. Kök, bir leksik, bir qrammatik. Anda bir, ləşdə bir. Cədvələ əsasən cümlələr haqqında düzgün fikirləri müəyyən edin. Payızın gəlməsinə baxmayaraq hava isti keçirdi. 2 qrammatik əsası xeyr, bu sadə cümlədir. Mürəkkəb cümləyə çevrilə bilər. Bəli, istənilən biz belə deyək də,
feilin təsriflənməyən forması işlənən cümləni biz hər hansısa bir tabeli mürəkkəb cümləyə çevirə bilərik. 2 doğrudur. Bunu yadda saxlayaq. Həm feili, həm də ismi xəbər var. Feili xəbər qış çoxdan bitmişdi, soyuq idi. Bəli, %100. Baş üzvlər isim, sifət, feillə ifadə olunub. Sifət, qış, isim, bitmişdi. Doğrudur. Hava yenə isim, doğrudur. 4. Deməli, buradan da 2-ni götürmüşəm. Biri silmişəm. Bəli, silmişəm. Sonra cümlələrin biri qrammatik cəhətdən müstəqil, digəri isə aslıdır. Hərçəndlə bağlanıb avtomatik bu tabeli mürəkkəb cümlədir. 5-i də götürərəm və cavab vardır. Tərəfləri yalnız intonasiya ilə xeyr, hərçənd var burada. Səhvdir. Bağlayıcı ilə bağlanıb D variantı. Köməkçinin hissələri ilə bağlı düzgün olmayan fikirləri müəyyən edin. Yaz gəldimi, dağların qarı əriyir, axıb çaylara tökülür. Cümləsində ədat cavab almaq məqsədilə işlədilmişdir. Düzdür, M ədatı sual ədatıdır, amma burada tabeli mürəkkəb cümlənin tərəflərini bağlayıb və öz sual intonasiyasını itirmişdir. Hər hansı cümlənin sonunda durğu işarəsi də görmürük. Deməli, bir avtomatik olacaq nə? Səhv. Sonra, günəş təki hər çıxanda səhərdən alırsan Aqifin əqlinin sərdən. Deməli, pəri qoşmasından bir hissədir. Misralarında ədatdan istifadə edilmişdir. Hanı ədətdir? Ədət. Mən ədət görmürəm. Bir dənə təki qoşması var. 2. Günəş kimi ilə əvəz eləyə bilirik də bunu. Yəni, təki barı ədət ilə yəqin ki, aldatmağa çalışıb. Yox. 2 də səhvdir. Atam mənə cəza vermədi, ancaq xəbərdarlıq etdi. 2 cür təhlil etmək olar köməkçinin hissəsini. Baxaq, atam mənə cəza vermədi, yalnız xəbərdarlıq etdi, amma xəbərdarlıq etdi. Bəli, bunu deyə bilərik. 3 doğrudur, 3-ü çıxardacağım. Deməli, 2-1-2 cavab A qalacaq. 4-ə baxaq. Səid də onun gəldiyini görmüşdü cümləsində köməkçinin hissəsinin yeri dəyişdirilib. Cümlənin sonuna artırılsa, onun qrammatik mənası dəyişər. Səid onun gəldiyini görmüşdü də. Bəli, ədat olacaq, bu da doğrudur. Ona görə gəldim ki, həqiqəti səndən eşidim. Cümləsində səbəb bağlayıcısı işlənmişdir ki, yox. Ki, burada düzdür, cümlə ümumiyyətlə tabeli mürəkkəb cümlədir. Səbəb nəticə əlaqəsidir. Amma burada ki, bilirik ki, aydınlaşdırma bağlayıcısıdır. Bu da səhvdir. Cavab olacaq A. 11. Bioloqların apardığı tədqiqatlarda bitkilərin də bir-biri ilə ünsiyyətdə olduğu sübut edilmişdir. Cümləsindəki sözlərlə bağlı doğru fikirləri müəyyən edin. Deyir, mənsubiyyət şəkilçili isim təsirli haldadır. Bioloqların apardığı tədqiqatlarda bitkilərin də bir-biri ilə ünsiyyətdə olduğu sübut edilmişdir. Nə? Burada ümumiyyətlə mənsubiyyət şəkilçili isim yoxdur. Biri silərsən. Sonra isimlərin hamısı yazıldığı kimi tələffüz olunur. Burada bioloq sözü var. Bu da səhvdir. Feildən düzəlmiş isim konkretlik bildirir. Bitki sözüdür. Doğrudur. Feildən yerlik halda olan isim tamamlıq vəzifəsindədir. Yerlik halda tədqiqatlarda nədə? Bu da doğrudur. Sonra cümlə yerlik halda olan isimlə başlayır. Bəli, bioloqların kimin? Bu da doğrudur. 3-4-5 B variantı. Hansı cümlədə əlavənin işləndiyini düşünmək olmaz? Bax, cümlə üzvünün əlavəsi demir, əlavənin işləndiyini düşünmək olmaz deyir. Baxaq, sabah avqustun 1-i, Azərbaycan əlifbası sabah avqustun 1-i düşünmək olar. Getdi. Onlar vətənimizin gələcəyi olan bu gənclər, onlar gənclər var. Sonra bayrağımızı daim uca tutmalıdırlar. Düşünmək olar buna əlavə kimi. Sonra Sənanı, əmim oğlunu tədbirə kimi, Sənanı kimi, əmim oğlunu bunu da düşünə bilərəm. Kinoteatrlarda qələbəyə, zəfər gününə. Bax, burada cümlə üzvündəki filmlər. Desə cümlə üzvünün əlavəsi burada yoxdur, amma əlavə var. Qələbəyə, zəfər gününə var. Sevil xalamın böyük qızı ilə ali təhsil almaq üçün xaricə yollandılar. Və yollandılar, bu həmci sözü Sevil və xalamın böyük qızı və ilə əvəz etmək olar. Amma bir də xitab kimi Sevil, xalamın böyük qızı ali təhsil almaq üçün xaricə yollandılar deyə bilməzsən. Yox, bu ancaq həmcis olur da. Sevil və xalamın böyük qızı ali təhsil almaq üçün xaricə yollandılar. Çünki xəbəri cəmdədir. Bu yalnız həmcis kimi düşünə bilərəm. Nə xitab kimi düşünə bilirəm, nə də ki əlavə kimi. Ancaq cəmdə olduğuna görə həmcis üzvdür. Cavab olacaq Y variantı. Sonra cümlələrdə işlənmiş sözlərin şərhi ilə bağlı uyğunluğu müəyyən edin. Ən əlverişli, ən münasib, ən müvafiq. Baxaq, buralarda hər irqin öz adəti var, yox. Məsələn, optimal həll yolu, bəli, B. Sonra, ən iri, yas, düz səthi daş metal parçası, kəndin kənarında kəhriz, bu quyu deməkdir. Lampanın köhnə piltəsi, bax, bu piltəsi dəyişdirdim. Yox, bu o mənada deyil, daş piltə deyil, omonimidir. Səhvdir. Dekorativ piltələr, budur.
Y gedəcək bura. Daş metal parçası. Bir də kağız parçası falan belə ip kimi olur. Lampalara, köhnə lampalar ki, o piltə başqadır. Bu piltədir, o piltədir. Bunlar arasında fərq var. Sonra 3-də yeraltı su yolu, su kəməri, bu da kəhriz. Demin mətnində var, Azərbaycan kəhrizləri. Bu oradan bu sözü yadda saxlamaq olardı. Bu da C. BYC, BYC, Y variantı. 14. Cümlələrə əsasən Eyler-Venn diaqramındakı düzgün fikirləri müəyyən edin. Baxaq. Görək nə ilə bağlıdır bu. Mürəkkəb cümlə və s. Gəl baxaq. Uşaqlar futbol oynayırdılar, qocalar isə maraqla tamaşa edirdilər. Bu tabesiz mürəkkəb cümlədir. Vəziyyət yaxşıdırsa, niyə hələ də evə buraxılmır? Bu da tabeli mürəkkəb cümlədir. Lar şəkilsi deyir, yalnız iki məqamda cəm şəkilsidir. Bunun üçün deyir. Burada cəmdir, burada da cəmdir, burada şəxs sonluğudur. Bir doğru, burada yoxdur ümumiyyətlə. Bir doğru. Xəbərlər mürəkkəb feillə ifadə olunub. Tamaşa etmək, xəbərlər deyir. Bu sadədir, yox. İki səhvdir. 2 getdi. Sonra, qarşılaşdırma bağlayıcısından istifadə edilmişdir. Ortaq, qarşılaşdırma. Aşağıda hanı qarşılaşdırma yoxdur. Burada isə isə var. Deməli, 3 də səhvdir. Cavab çıxır. 2 qrammatik əsası hər ikisi. Mürəkkəb cümlə. Tabeli tabisiz fərqi yoxdur ki, qrammatik əsas olur. Həm ismi, həm feili xəbər işlənmişdir. Bunun üçün ismi, bunun üçün feili. Bunun üçün hər ikisi feilidir, səhvdir. Bunun üçün səhvdir, yəni bunun üçün doğrudur. 2 doğrudur, 5 doğrudur, yəni əsas nitq hissələrindən yalnız biri işlənməmişdir. Yalnız biri işlənməmişdir. Görək doğrudur, yoxsa səhvdir. Vəziyyət isim, yaxşı sifət. Bir dənə say yoxdur da. Zərf var, əvəzlik var. Hə, bəli, bir dənə say yoxdur. 6 da doğru. Cavab Y variantı. 15. Hansı cümlələrdə işlənən sözlər biri eyni sözün sinonimləridir? Cümlələrdə eyni sözün sinonimi olsun. Deməli, böyük uğurlar çox vaxt ağıl və uzaq görəlliyin birləşdiyi yerdə yaranır. Bu da şərt birinci başa düşülmür, amma variantlara ümumi baxanda nə demək istəyir? Deməli, ağıl var, idrak var, bir də dərrakə. 1, 4, 5. Yəni, belə bir şey götürür də. Bir sözün bütün sinonimləri, yəni ümumiyyətlə sinonimləri, ağıl, dərrakə, idrak. 1, 4, 5. Belə bir şey. Yəni, təkcə suala variant baxımdan adam çaşır. Ümumi baxanda, yəni nə istədiyini tutmaq olur. A variantı. Cümlə ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Əli belində həyətin ortasında fırlanır. Evlərinin önünü kəstirən qəzəbli adamlara fikir vermirdi. Kim? Bax, o. Bunu sən Əli şəxs kimi düşünə bilməzsən. Əli belində həyətin ortasında. Mənasız bir cümlə çıxır. Aydındır. Siz bunu o kimi düşünün. Bu əl insan əli mənasındadır. Mübtəda mənsubiyyət şəkilsi ilə isimlə ifadə olunub. Burada ümumiyyətlə mübtəda yoxdur. Aydındır. Mübtəda yoxdur. Bu yanlışda doğrudur. Sonra taparıq cavabı. Xəbərləri bizə doğru fikirlər istəyir. Uyğunluq istəyir. Bu uyğunsuzluqdur. Xəbərlərin yazılışı ilə delişi fərqlənmir, xeyr, fərqlənir, fırlanır. Deməli, yanlışdan yanlış, bunu mən götürərəm. Doğru. Sonra zərflin 2 məna növünə aid nümunə var. 2 məna növü, həyət harada fırlanır, həyətin ortasında zərflik, necə fırlanır, əli belində fırlanır. Bu da tərzi hərəkət zərfliyi. Deməli, 3 doğrudur, doğru da doğru. Bunu da götürərəm. Sonra. Tabesizlik əlaqəsindən istifadə edilib. Tabesizlik əlaqəsi, o fırlanır, o vermirdi. Bəli, doğrudur. Doğrudur, amma yanlış verib. Bunu da götürmərəm. Bir qrammatik əsas var. Sadə cümlədir, bəli. Bir qrammatik əsas. Doğru da doğru. 5-i də götürərəm. Nə qaldı? Təyinlərin ikisi də söz birləşməsi ilə ifadə olunub. Amma yox, qəzəbli adam var. Bu söz birləşməsi deyil, sözdür. Yanlış da doğru. Bunu da götürmərəm. 2, 3, 5. Rahat sualdır. Bu şərti, cümləni başa düşsən, rahat bir sualdır. Problemli bir şey yoxdur. Deməli, Y. Sintaktik əlaqənin yalnız bir növündən istifadə olunmuş cümləni müəyyən edin. Ümumiyyətlə, OTK sınaqlarında da bu çox düşür, bu sintaktik əlaqə. Siz bilməlisiniz, tabeli və tabesiz. 2 cür. Tabesiz haradadır? Tabesiz mürəkkəb cümlənin tərəfləri, həmzi süzüv. Tabeli isə tabeli mürəkkəb cümlənin və ya ümumiyyətlə bir cümlədə 2 müxtəlif cümlə üzvü varsa, belə deyək də, mübtəda xəbər, bir-birindən əlaqələnir. Orada tabeli əlaqəsi də olacaq, sadə yolla getsək. Deyir, Qəndirə sadəcə susmaqla kifayətləndi, başını bulayanlara tərəf baxmadı. Burada həmzi süzüv var, baxmadı, kifayətləndi. Qəndirə tabesizlik də var. Sözlər arasında da tabilik var, hər ikisi var, A getdi. Qələm.
dəftər gətirmişdi ki, bax tabelli əlaqəsi var, tabelli mürəkkəb cümlə, qələm dəftər, bu da həmzə sözü var, tabesizlik. Bu da getdi hər ikisi. Yalnız biri olsun istəyir. Görün, Zəhranın dedikləri ondan xəbər verirdi ki, özünü incəsənət sahəsində görür. Bu tabeli mürəkkəb cümlə, burada həmzə sözü görmürəm, tabelsiz mürəkkəb cümlə görmürəm. Deməli C doğrudur. Bir dənəsi var, tabelli. Görünür, yeməklər səhərdən stolun üstündə qalmış ki, yeyilməmişdir. Yeməklər qalmışdı, yeməklər yeyilməmişdir. Həmzəsi də var, ümumiyyətlə cümlə sözlər arasında tabellik də var, deni də silərəm, hər ikisi var. Saatın əqrəbləri kimi onun düşüncələri də dayanmır, eyni mövzuatını dövr edirdi. Bax, yenə düşüncələri dayanmır, düşüncələri dövr edir, sözlər arasında da tabelli əlaqəsi, yeni də silərəm, hər ikisi var. Yalnız C variantda sadəcə tabelli əlaqəsi var. Cavab olacaq C. Hansı cümlələrin yeri dəyişdirilsə, cədvəldəki yanlışlıq aradan qalxar? Miqdar sayı, sıra sayı. Bu kitabın təxminən 5də 1 hissəsi kəsr sayıdır. Kəsr sayıları miqdar sayıdır, 1 getdi. Sonra sonuncu, hara baxsan sıra sayıdır, 2-ni mən dəyişəcəm. Yüzlərlə yenə miqdar sayıdır, getdi. Miqdar deyəndə biz çaşmayın orada müəyyən, qeyri-müəyyən. Onlar hamısı miqdar sayı gələcək. 10-cular problemi yoxdur. Heç cümlələri tam oxumağa ehtiyac bilmirəm. Bir sıra, bəli, miqdar sayıdır. 5-lə 2, 5. Sadə bir sualdır. Bunu düz yazmaq olar. 5-ci mərtəbə, bu da sıra sayıda, heç bir problem yoxdur. Hansı cümlədə zərfin yalnız bir məna növünə, yəni zərfin bir məna növünə aid 2 nümunə olsun. Yalnız bir növ olsun, 2 dənə ona aid nümunə olsun. İşlər gec var, başlandığından əli həvəslə, artıq 2 müxtəlif məna növü var, getdi. Dünən var, başqa bir şey yoxdur. Cəlalın Elnura münasibəti xeyli var, miqdar. Kəmiyyət zərfi, bunu çox bir üzə verin. Bir üzə vermək bir deyil, çox bir üzə burada da var, bəli, başqa bir şey yoxdur. Cavab edəcəyim, kəmiyyət zərfinə aid 2 nümunə. Ağacları kəsərək yol açmağın zərərinin xeyrindən çox olacağını anlamaq çətin deyildi. Çətin deyil, bu sifətdir. Burada başqa bir şey yoxdur. Çox olacağını, xeyrindən çox. Çox var burada, bu da getdi, bir dənədir. Sonra başqa nə qaldı? Ayan həmişə geri, avtomatik bunu da silirsiniz, geri yer zərfidir, həmişə də zaman zərfi. Bizə bir məna növü lazım idi, o da elə C variantındadır. Cümlələrdən yalnız birinin tələbə uyğun olduğu bənləri müəyyən edin. Yəni nə demək istəyir? Deyir ki, yəni buna aid hər ikisi plus olmasın, yəni birini ödəsin, birini ödəməsin. Gəl ondan yola çıxaq görək. Həmzə sözüvlər, evdə də, həyətdə də işlər çox idi, doğru. Həyəti də, evi də gəzib onu axtardım. Necə? Bax, bu da tərkibin içindədir, olmaz. Minus. Düzdür. Buna minus deyərəm. Sonra, yəni bunu ümumilikdə götürərəm. Aydınlaşdırma bağlayıcısı. Yəni ki, baxan kimi bilinir, hər ikisini ödəyir. Plus, bunu götürmərəm. Qoşma. Usta dəmiri çəkic ilə, doğrudur. Atam ilə anam xəbər cəmdədir. Avtomatik nə olacaq? Bu və olacaq. Bu bağlayıcıdır. Deməli, bunda plusdur. Bu minusdur. 3 də götürərəm. 1-3 mənim cavabımdır. Bəli, onlarına baxaq. Sifət. Artıq tamah baş yarar. Necə tamah? Bəli, düzü demək heç vaxt gec deyil. Düzü, nəyi? Düzü. Sifətdir, amma isimləşib. Yenə də plus-plusdur. Bunu da ataram. Tərzi hərəkət zərfliyi. Baxaq, evdə qaydan kimi minusdur. Zərflikdir. Tənqidi və elmi əsərlər çox sevirdi. Nə qədər sevirdi? Bu da hər ikisi minusdur. Bu da getdi. Cavab E. Nümunələr üçün ortaq olmayan fikri müəyyən edin. Belə olanda görürsünüz 3 dənə şərt var, düzdür. Deməli, belə minus qoyub gedək. Deyir, feili birləşmə işlənib görəndə təəccübləndim. Bitirib divanda oturarkən təmrimi getdikdə. Plus. Üçü üçün də ortaqdır. Zaman zərfliyi görəndə nə zaman, oturarkən nə zaman, getdikdə nə zaman, üçü üçün yenə plus-dur. İkinci dərəcəli cümlə üzvlərinin sayı 2-dir. Avtomatik elə buradan tutursan ki, burada bir dənə zərflik var. Minus oldu, heç o birilərinə baxmağa ehtiyac yoxdur. Cavab olacaq C. Feili bağlama hər üçündə plus. Söz birləşməsi ilə ifadə olunmuş cümlə üzvü var. Yenə plus. Çünki üçündə də tərkib vardır. Nümunə ilə şəxsə görə eyni növdə olan cümləni müəyyən edin. Bu hadisədən sonra cavabın işdən çıxarılmasına qərar verildi. Görürsünüz ki, nədir? Şəxssiz cümlədir. Şəxssiz cümlədə taparıq aşağıda hansıdır? Deməli, idarəyə daxil olarkən içəridə gördükləri onu təəccübləndirdi. Kimi təəccübləndirdi? Nə? İçəridə gördükləri. Bax, idarəyə daxil olarkən içəridə gördükləri mübtədası var, müəyyən şəxsli.
Yaz girəndə hər yerdə təsərrüfat işləri başlayırdı. Başlayırdı nə? Təsərrüfat işləri mübtədası var. Belə söhbətləri ayaqüstü eləməzlər. Hamıya aiddir. Sənə deyirəm, hökm hamıya aid olan bir hökmdür. Bu nədir? Nədirdi? Ümumi şəxsli. Bu da getdi. Cinayətkar vaxtında ələ keçirib polisə təhvil verildi. Kimsə tərəfindən olacaqdı. Bu nə deyirdi? Estağfurullah. Cinayətkar kim verildi? Kim? Cinayətkar müəyyən şəxsli. Sonra nə qaldı? Məsələyə bizim təxmin etdiyimizdən daha diqqətlə yanaşıldı. Bu cümləsi şəxssiz növ ilə ifadə olunub. Bura heç vaxt mübtəda qoya bilməzsən. Bu da nədir? Şəxssiz cümlədir. Fe'lin iki müxtəlif şəklində düşünülə bilər. Gəl baxaq. Apar sözün kökü ar leksik də ola bilər, qrammatik də. Leksik olsa olar nə? Aparar. Aparar. Deməli, leksik olsa bu olacaq. Hə, yox, aparar kök deyil axı. Silək. Leksik olsa. Yox. Sözün kökü nədir? Apar, aparar. Bu qrammatik şəkilsidir. Biz bunu hansı nümunələrdə deyə bilərik? İki cür düşünə bilərik. Oradakı zaman şəkilsini iki cür düşünə biləndə də ar bir dəfə leksik, ar bir dəfə qrammatik. O cür nümunələrdə biz onu deyə bilərik ki, hə, belə düşünə bilərsən, elə də başa düşünə bilərsən. Yox, bu sadəcə qrammatikdir. Bir dənə xəbər şəkli olur. Sonra başladın. Hə, bu məşhur nümunədə başladın. Bu başladığını yazaq bura. Başladın. Baş, başla, başlat, t şəkilsi, plus olacaq əmr. Aşağıdan eləyirəm, baş, başla, başladı zaman, bir dənə şəxs sonluğu. Bu formatda olar nə? Xəbər şəkli. Aydındır, ikini götürərəm. Gətir sözün kökü ər qrammatik, yalnız xəbər. Qopararsa, bax, bu qopar ikinci arı verməsəydi, bayaq dediyim nümunədə biz düşünə bilərdik onu. Amma yox, mütləq olaraq burada xəbər şəkli olur da bu. Başqa bir şey, bu da isə olur. Əgər verməsəydi, hə, düşünə bilərdik. Qop ar leksik, sa bir dəfə də ar zaman, sadakı isə hissəci olmur. Uçursa, bu da dim toplusunda var. Hər ikisi bu nümunə dim toplusunda var. Uçursa, leksik, sa olacaq. Şərt şəkli, uçur isə, bir dəfə də, bu da ikisi də qrammatik olsa, nə olacaq? Onda isə bu olacaq xəbər şəkli. 2-5 sənin cavabın olar. Hansı cümlələri iki cür sintaktik təhlil etmək olar? Ötən il belə bir sual düşmüşdü. 3-cü qrupun qəbulunda birinci cəhddə. Orada da bir dənə elə belə bir nümunə idi. İki cür düşünə bilərik. Bu ildə bunu istifadə edə bilər, yəqin yenə istifadə edə bilərlər. Biraz məntiqi test olur bunlar. Qoca dəmirçi Əbdülü görəndə təəccübləndi. Təəccübləndi kim? Dəmirçi kimi, nə zaman? Əbdülü görəndə. Hansı dəmirçi? Qoca dəmirçi. Bir də qoca dəmirçi Əbdülü görəcək. İki cür, müxtəlif cür olacaq. Bir də bu formasına baxaq. Təəccübləndi kim? Qoca. Nə zaman? Dəmirçi Əbdülü görəndə. Bax, bu olur bu formatda. Zərflik. Aydındır. Biri götürərəm. Burada bunu silim, yəni yadda saxlayın ki, biri götürmüşəm. Burada yeni tikilən binalara maraq artır. Bax, bir var sənə deyirəm. Burada yeni tikilən binalara maraq artır. Nə et? Nə et sualına cavab verəcək. Bir dəfə də nə edir? Maraq artır. Bunu da iki cür düşünərsən. İndi birinci versiyasına baxaq. Maraq artır. Artır. Nə? Maraq. Nəyə? Binalara. Hansı binalara? Yeni tikilən binalara. Burada yeni tikilən binalara. Burada yeni tikilən binalara. Bu da sənin olacaq təyinin. Aydındır. Bir də var onun artır. Nəyi? Marağı. Bu olacaq artıq burada tamamlıq. Nəyə? Binalara. Hansı binalara? Burada tikilən binalara. Bunu da iki cür düşünə bilərəm. Sonra oldu tamamlıq. Artır nəyi? Marağı. Burada yeni tikilən binalara. Bənövşə bütün işlərində ciddi nizamsızlıq var. Bu xitabdır, getdi. Var, nə nizamsızlıq, necə nizamlıq ciddi, nə də bütün işlərində. Bunu necə iki cür düşünərəm, mümkün deyil. Murtuz atası ilə həyatda görüşüb yuxarı çıxdı. Çıxdı hara? Ya, yuxarıya, zərflik. Necə? Kim? Atası, Murtuz. Necə yuxarı çıxdı? Atası ilə həyatda görüşüb. Bu da tərkib. Burada başqa bir şey yoxdur. Yox. Konferansdan sonra təşkil olunacaq banket barədə söhbət etdilər. Bir bunu düşünə bilərsən, konferansdan
Sonra təşkil olunacaq banketdə barədə söhbət etdilər, konfransdan söhbət ediblər. Bir dəfə konfransdan sonra, bir dəfə sintaktik təhlili olacaq bu qoşmalı isim, bir dəfə də bu olacaq zərflik formasında. Aydındır, mən 5-i də götürə bilərəm. 1, 2, 5. 25. Müqayisə cədvəlidir, fonetik təhlil. Hazırlayırdı. Tələffüz eləyək. Hazırlayırdı. 2 fərq. 3 fərq daha doğrusu. Tələb bu p olmayacaq. Tələbkarlıq. Görək. Açıq sayt qapalı saytdan çoxdur. Açıq sayt, bəli, qapalı saytdan çoxdur. Ora baxaq. Yox, burada bir dənədir. Biri götürərəm, mənim cavabımdır. Yox, əksinə. Açıq sayt, yox, qapalı çoxdur. Bir səhvdir. Biri sildim. Bu tələffüzünü yazaq. Hazırlayırdı. Hətta qapalı daha çoxdur. Tələbkarlıqla. Bu da belə. Deməli, bir səhvdir. Bütün hecalar samitlə başlayır. Hazırlayardı. Bəli. Tələbkarlıqla. Bəli. 2 də ortaya getdi. 1-2-ni silərəm. Kar samitin cingiltləşməsi. Tələbkarlıqla. Yoxdur. Cingiltinin karlaşması var. Bu da səhvdir. Sonra qarşılığı olmayan 5 samit. 1, 2, 3, 4, 5. N olur. Burada n var burada. 5 doğrudur. Yanaşı işlənən eyni samitlər. R-la, r, bəli. 5 ortadadır. Problem yoxdur. Səs fərqlərinin sayı eynidir. Xeyr, burada eyni deyil. N gəlib bir dənə. Altda səhvdir. 4, 5. Sənin cavabın olacaq. Ağacların çox xırda budaqları elə həvəslə tərpənirdi ki, insan valih olurdu. Cümləsində sözlərlə bağlı düzgün fikirləri müəyyən edin. Homonimliyi olan köməkçinin hissələri işlənmişdir. Cəmdə verib. 200%dir. Burada da çox xırda ədad var da sifətin qabağındadır. Biri götürərəm. Sonra sözün quruluş cəhər üçün növündə olan nümunələr. Valih olmaq mürəkkəb. Bunlar sadə. Həvəslə də düzəltmə. 2 də düzdür. Rahatdır bu. Əsas nəticələrinə aid olan bütün sözlərin yazılışı və ilə tələffüzü fərqlənir. Xırda necə fərqlənsin? Səhvdir. Sonra sifət çoxaltma dərəcəsindədir. Belə dedikdə bu zaten 4. Leksik mənası olmayan nümunələr eyni hissəsinə aiddir. Ayıb olar. Bu ədaddır. Buradakı bağlayıcıdır. 1, 2, 4. 27. Uyğunluğu müəyyən edin. Tərkibində həm xitab, həm ara söz. Tərkibində həm ara söz, həm qoşma, həm də ədad. Dünənki hadisə deyəsən, ara söz. Xitab yoxdur burada. Bir dənə hətta rəngi qaçmışdı. Başqa bir şey yoxdur burada. Bir dənə nə buna uyğun gəlir, nə buna. A getdi. Sözün düzü, ara söz. Oğul, xitab. Bu gedəcək bura B. Sonra, bugün elə bil Sərdar üçün yeni günəş doğmuşdu. Elə bil, bir dənə burada modal söz var. Bir də qoşma var. Bu da heç bir nümunəyə uyğun deyil. Doğrudan da ara söz, Ayaz ilə qoşma, yalnız ədad, bu gedir bura D, ədad, qoşma, ara söz D. Ah, bir də o günlərə qayıtma. Ah, burada nidadır. Nida istəmir bizdən. Başqa bir şey yoxdur. Qrammatika ilə qutardıq. 1-ə B, 2-yə D. Gəl mətnə. Mən mətni oxumuşam. İndi siz də oxuyarsınız. Mətnə çox rahat olur. Bilirsiniz ki, buradakı situasiyalar 3-cü qrupun situasiyası sadəcə diqqətlə tələb olunanı yazmaq lazımdır. Mətndəki əsas problem burada biz yaza bilərik də susuzluq problemi idi. Burada həll edən dövlət tərəfindir. Həll edən dövlət qurumlarıdır. Yaza bilərsiniz. Problemin həllindən gözlənilən nəticə buradakı əkin yerlərinin suvarılması və s. və s. Susuzluqdan daha içməli suyun bolluğu hər kəs daha yaxşı yaşayacaq. Belə şeylər yaza bilərsiniz. Yəni, çox sadə bir şeydir. 29. 29 yeni bir sxemdir. Bu biz necə eləyiblər? Bax, doğru fikir istəyir. Olmazı istəyir. Bax, olmazı istəyir. Sonra bunun doğru yoxsa yanlış olduğunu. Eyni ilə elə bir ki, cədvəl kimi də. Həyatı yüngülləşdirən hər addım önəmlidir. Bu mətnimizdə doğrudur. Amma deyir ki, mətndən çıxan nəticə hesab etmək olmaz. Xeyr, olmaz deyil. Olmazı yanlış olacaq. Çünki orada suyun həyat üçün vacibliyini qeyd edir. Yazacaqsınız elə. İnsanlar uşaqlıqdan səhvlər edərək böyüyürlər. Burada heç kim orada səhv zad eləmir. Doğru etmək, hesab etmək olmaz. Bəli, doğrudur. Doğru nəticə deyil onun üçün. X-dir. Yəni, biz onu doğru olduğunu vurğulamalıyıq. Daha aydın təsəvvürlərin yaranması baş verənləri dərk etməklə bağlıdır. Daha aydın təsəvvürlərin yaranması dərk etməklə bağlıdır. Bu mətndə yenə əksinə verəcəyik də. Aydındır. Bax, bu mətn üçün
doğrudur, doğru olmaz deyir, yanlışdır. Çünki mətnimiz üçün doğru olacaq. Aydındır. Mətni bir də özünüz oxuyarsınız, burada bilərsiniz söhbət nədən gedir. Əsaslandırmalarını da buradan yazmaq olar. Konkret orada məqamlarla. Əvvəlində işarə qoyulmuş sözləri mətndəkindən fərqli üslubi funksiyada. Bizim sözlərimiz bir dəmir sözüdür. Dəmiri siz kimyəvi element kimi ferrum var, F. Onunla biz bugün kimya dərsimizdə dəmir, ferrum elementini keçdik və ya şey kimi məcazi mənada onun dəmir kimi biləkləri mənim əlimi möhkəmcə sıxdı. Belə bir şey yaza bilərsiniz. Körpünü də məsələn üçün belə deyək də bizim bu etdiyimiz yaxşılıqlar gələcək nəsillərimiz üçün bir körpü rolunu oynayacaq və s. Mənlə qardaşım arasında olan bu körpü heç vaxt sınmayacaq. Məcazi mənada ikisini də işlədə bilərsiniz. Çünki orada ikisi də hər ikisi nədir? İnformativ funksiya daşıyır. Siz onu fərqli üslubi cəhətdən, yəni orada publisistik üslubdadır. Biz onu götürüb məcazi bədii üsluba sala bilərik və ya elmi üslubdakı hər hansı bir ifadə ilə dəyişə bilərik. İzahımız bu qədər. İnşallah sizin üçün faydalı olar. Yəni, bacardığım qədər suallara izah verməyə çalışdım. Sağ olun, salamat qalın.